Bugün Dünya Çempionatı start götürür və bu Dünya Çempionatının qrup mərhələsində mütləq izlənməli top 3 maçı sizlərə tövsiyə etmək istərdim. İlk maç turnirin açılış oyunu olan Meksika və Cənubi Afrika Respublikası oyunudur. Stajlı azarkeşlər xatırlayır ki, bu komandalar 2010-cu il Dünya Çempionatının açılış oyununda da qarşılaşmışdılar. Həmin oyun 1-1 hesabı ilə bitsə də, Çabalanın vurduğu möhtəşəm açılış qolu azarkeşlərin hələ də xatirəsindədir. Və sizcə bu maç hansı hesab ilə bitəcək? İkinci oyun isə Fransa-Senegal maçıdır. Fransa azarkeşləri 2002-ci il mundialını yaddaşlarından silmək istəsələr də təəssüf ki, bu mümkün deyil. Məhz bu mundialda debüt edən Senegal millisi Papa Diop'un qələbə qolu ilə Fransa millisini məğlub etməyi bacarmışdı. 2002-ci il Dünya Çempionatında Fransa millisi qrupdan belə çıxa bilməsə də, debütant Senegal turnirin 4-1 final mərhələsinədək irəliləyə bilmişdi. Hazırda çox güclü heyətə sahib olan Fransa sizcə bu dəfə revanş ala biləcək? Və sonuncu, üçüncü maç isə İngiltərə-Xorvatiya maçıdır. Bu komandalar Dünya Çempionatında son dəfə 2018-ci ilin yarımfinal mərhələsində qarşılaşmışdılar. Dramatik keçən bu maçda oyunun əsas hissəsi 1-1 hesabı ilə bitsə də, əlavə vaxtda Mario Mandzukic qələbə qolunu vuraraq Xorvatiya millisini finala aparmışdı. Bəs bu oyunda sizcə İngiltərə millisi həmin oyunun qisasını ala biləcək? Siz isə öz növbənizdə sizin üçün daha maraqlı olan oyunları şərh bölməsində bölüşə bilərsiniz.